Saç əkimi nə deməkdir? Xoş gördük hər birinizi. Saç əkimi biz nədir? Yəni son illər kosmetoloji məsələn bu prosedurlar artıbdır. İnsanlar öz şəxsi görüntüsünə, sağlamlığına önəm verir, xarici görünüşünə önəm verir. Məsələn istəyir dolğular olsun, botokslar olsun, fərqli əməliyyat növləri olsun. Yəni saç əkimi də insanın məsələn illərdir, bəlkə də 100 illərdir saçı tökülmüş insanlar olur. Lakin genetik olur, androgenetik alopesiya deyirlər. Yəni nəslində kökündə keçərlik var idi, artıq özünü göstərir. Hansısa bir xəstəlikdən, hansısa bir travmadan, yanıqdan, çapıqdan, eləcə də xanımlarda bu və ya digər səbəblərdən, həm də kişilərdə, həm qadınlarda saç tökülməsi olur ki, insanlar bunu özünə bir kompleks deyirlər, bir dərd eləyir, problem eləyir. Bax, saç həkimi tökülmüş saçı özünə dərd edən insanları vəziyyətdən çıxartmaq üçün bir prosedurdur, bir əməliyyat növüdür. Bir xırda da olsa bir cərrahi bir işləmdir ki, həmin o keçərlikdən öz saçlarından istifadə edərək, başqa yerlərdə olan çoxlu miqdarda saçın götürüb müəyyən hissəsini keçər olan yerlərə, saç tüklər olmayan yerə köçürülərək onu bu problemlərdən uzaq etmək üçün bir cərrahi işləmdir. Kimlər saç əkdirməlidir? Kimlər saç əkdirməlidir? Baxın, saçı tökülmüş, saç tökülməsini özünə problem etmiş hər bir şəxs saç əkdirə bilər. Amma artıq o mütəxəssislə olmalıdır müayinədən sonra. Yəni onun tökülən yerinə yetərli sayda tük kökü varmı? Əsasən saçı götürürük başın arxasından. Əsasən niyə deyirəm? Çünki üzün tükündən də götürülə bilir, bədən tüklərindən də istifadə olunur. Bunlar o qədər də çox əhəmiyyətli deyil. Ən əsas görüntü olaraq saçın önüdürsə, ön hissəyə ensə nahiyədən, boyundan o yuxarı tük başlayan nahiyədən götürülən tüklər. Çünki onlar həm saç tüküdür, həm 2 köklüdür, 3 köklüdür, daha sıxlıq yaratmaq olur, daha gözəllik yaratmaq olur. Həmən o tükləri baxmaq lazımdır ki, bu saç əkdirmək istəyir, yetərlidirmi? Arxadakı tüklər önə yetərli qədər çatacaqsa, bu insanlar saç əkdirə bilər. Və yaxud da saç əkdirmək istəyir, yetərli tük sayı var, amma dərisində bir başqa problem var. O problemləri çözmək lazımdır. Və yaxud da daxili orqanlarında başqa xəstəliklər var ki, məsələn, qan duruluğu xəstəliyi var, hemofiliya dediyimiz. Burada saç əkə bilmərsən, çünki çox çətindir. O qan axmadan artıq başqa problemlər Allah eləməsin yarana bilər. Ona görə saçı kim əkdirə bilər? Hər kəs əkdirə bilər, amma həkimin nəzarətindən sonra, saç əkən mütəxəssisin nəzarətindən sonra, müayinəsindən sonra artıq təyin oluna bilər. Bəs doktor, saç əkimində hansı üsullardan istifadə edirsiniz? Belə deyim də 40-50 ildə bu saç əkimi var. Bizdə bir 15-20 ildə artıq göstərir. Son dövrlər daha çox vüsət alıbdır. Eləcə də həm kişilərdə, həm xanımlarımızda saç əkimi edirik. Tək saç əkimi yox, saqqal əkimi, qaş əkimi, yəni bu prosedurları icra edirik. Baxın, əvvəllər başın arxasından loskut deyildi, dəri kəsilirdi, çıxardılırdı, bir cərrahi işləmi idi. Sonra o kənarda o saçın köklərinin bir-birini çıxardırdılar. Bu ağırlı bir proses idi, çətin proses idi, bərpası çox çətin olurdu. Başqa bir problemlər yarana bilərdi, amma indi fuya deyilən üsul. Yəni nədir bizim dildə tərcüməsi? Saçın köklərini zədələmədən başın arxasından köklərin bir-bir çıxarılıb, bir-bir dediyimiz bütün saçı yox. Hər ikisindən birini, üçündən birini şahmat üsullu, hansı ki 1 ay, 2 ay sonra başın arxası ilə bərpa olsun ki, oradan keçərlik görsənməsin, pis görsənməsin. Yəni bu saç əkdirirsə, ön hissəyə saç əkdirib başın arxasını yaman günə qoyub özünü daha da belə dərdə salmasın. Yəni professional şəkildə başın arxasından götürülən tüklərin bir-bir ön hissədə sifətin cizgisinə uyğun kanallar açıb ora yerləşdirilməsidir. Bu üsul budur bu saatlar. Saç əkimini hansı həkim icra etməlidir? Mən çox təşəkkür edirəm bu suala görə. Bax, sualınız elə maraqlı oldu. Hansı həkim icra etməlidir? Bax, elə sualı düz verdiniz. Deməli, bu bir işləmdirsə, bir prosedurdursa, xırda da olsa cərrahi işləmdirsə, burada insan orqanizmindən söhbət gedirsə, insanın sağlığından, bədənə bir müdaxilə varsa, bu işi həkim görməlidir. Hansısa texnik yox, kənardan baxıb görmək. Bax, belə deyim də, məsələn, cərrahlarımız işləyir illərlə, onların yanında bir tibb bacısı olur. Məsələn, o tibb bacısı 40 il işləyir, 40 ildə bəlkə bir 10 dənə, 20 dənə cərrahla işləyir, onlara kömək eləyir. Alətləri onlardan da yaxşı bilir, onların adını, sterilizasiyasını, amma heç də bu imkan vermir ki, və yaxud da ki, bu icazə deyil ki, 40 illik, 50 il işləyən tibb bacısı gəlsin o cərrahın yerində işləsin. Belə bu qanun pozuntusu olar. Yəni bir cinayət işi ola bilər. Amma nədənsə saç həkimində
heç həkim yox ki, orta tibb təhsili olmayan bir insanlar saç həkimi ilə məşğul olur və çox da təəssüflə deyirəm ki, hər şeydə diqqətli olan insanlarımız nədənsə saç həkimində heç onu soruşmur. Sən kimsən, saç həkimini edirsən? Sənin bir diplomun varmı? Baxa bilərəmmi səni? Haranı qurtarmısan? Neçənci ildə qurtarmısan? İxtisasın nədir? Bax, bu suala görə təşəkkür edirəm. Saç həkimini həkim icra etməlidir. Birinci növbədə dünyada dəri həkimləri, dermatovenerolog onu icra eləyirlər, cərrahlar icra eləyirlər. Bu sahədə nevropatoloq, kardioloqdan söhbət getmir. Çünki son dönəmlər göstərdi. Hətta bir məsələn nevropatoloq gedib plastik cərrahiyyə eləmişdi, tutdular çünki düz elədilər. Bu bir qanun pozuntusuydu. Amma nədənsə burada tibbi aidiyyatı olmayan bir insanlar gəlib saç insan bədəninə müdaxilə eləyir. Nə dərinin quruluşunu bilir, nə bir yan təsir olsa, ya bir qan axması olsa, ya başqa problemi çıxış yolunu bilməyən insanlar və insanlarımız da gedir ona öz həyatını etibar edir. Ona görə diqqətli olun, saç həkimini həkim icra etməlidir. Bu YouTube kanalını saç həkimini yeni açmışıq. Abunə olun, ona görə abunə olun ki, biz burada saç həkimi ilə bağlı məlumatları həmişə verəcəyik. Yəni A-dan Z-yə qədər bütün məlumatları çatdıracağam. Bu işin mütəxəssisi kimi, bir həkim kimi və siz də həm siz, həm də başqa adamlar buradan yararlansın, tam məlumatlı olsun deyə abunə olmağı unutmayın. Təşəkkür edirəm.